Türk xalqlarının ən qədim dövrlərdən günümüzə qədər keçdiyi böyük bir fəlsəfi düşüncə, mədəni düşüncə payı da vardır. Düzdür, biz tarixə baxdıqda görürük ki, türkləri daha çox bir güc kimi görüblər, savaşçı kimi görüblər. Mən əsla buna qatılmamışam. Türklər bir əlində qılınc, bir əlində qələm olmuşdu. Yəni, həm bir yandan dövlətlər yaratmışıq, bir yandan da yazmışıq, yaratmışıq qələmimizlə də. Əslində, dövlət yaratmağın özü də tarixdə ən çox dövlət yaradan türk xalqlardır, türk millətidir. Bu anlamda dövlət yaratmaq da təfəkkür istəyir, düşüncə istəyir. Ancaq son əsrlərdə təsvirlər olsun ki, gücümüzü də qaybetdik, eyni zamanda qələm də əlimizdə deyildir, mən belə düşünürəm. Düzdür, əlimizdə qələm var, ancaq bu qələmi biz artıq İngilis, Fransız, Rus, Çin, Alman və başqaları necə istəyir deyə biz o anlamda yazırıq. Və çox təəssüflər olsun ki, bu anlamda da bizim türk fəlsəfi düşüncə tariximizdə yetərincə ortaya qoya bilmədik. Ancaq hər halda biz görürük ki, tarixə baxdıqda da görürük ki, türk fəlsəfə tarixi, türk düşüncə tarixi hər halda Qorqud Atadan, yəni yaxud da ki, İskit türkləri var, ya da Midiya türkləri var, Hun türkləri var. Yəni, bir çoxlarının adlarını çəkə bilərik. Tarixdə düzdür, bəzilərinin adları artıq tarixdə qalmamışdır. Ancaq hər halda adları qalanlar da kifayət qədərdir. Mən deyərdim, məsəl üçün, Oğuznamələr də bir türk fəlsəfəsinin bir nümunəsidir. Mən qədim dövrü deyirəm, məsələn, ən azı miladdan öncəki dönəmdə böyük bir hər halda bir fəlsəfi düşüncə tariximiz olmuşdur. Mən sizə deyim, adətən türk fəlsəfi düşüncə tarixini Farabi ilə başlayırlar. Məhəmməd Farabi əlbəttə böyük bir insandır. Onu Şərqin Aristotel də hesab edirlər, ikinci müəllimi hesab edirlər. Ancaq mən türk fəlsəfəsini, türk düşüncə tarixini Məhəmməd Farabi Ət-Türki ilə başlanmasını doğru hesab etmirəm. Əlbəttə, yenə də deyirəm, onun böyük bir bizim üçün fəlsəfi, mədəni irsi vardır. Onu bilirik ki, bu Məhəmməd Farabi 10-11-ci əsrlərdə yazılıb yaratmışdır. Amma ondan əvvəl? Bəzən deyirlər Yusif Balasaqunlu, doğrudur. Yusif Balasaqunlu daha çox siyasi fəlsəfəsi üzərində Qutadqu Bilik xoşbəxtliyə aparan elm anlamında belə kitabın adını yazırlar. Əslində Qutadqu Bilik sözü elə əsl türkçədir. Çünki Qutadqu qut verilmiş bilik deməkdir. Onu biraz sanki Azərbaycan türkçəsinə yoğunlaşdırıram deyəndə ərəb digər sözlər gəlir və məncə doğru alınmır. Yusif Balasaqunlu da bizim üçün çox önəmlidir.